Bu gecələr insanlığa şərafət bəxş eləmək istəyən kəsin səsinin kəsildiyi gecələrdir. O mərsiyədə nə gözəl deyir Həzrət Əlinin dilindən. Ey Mədinəlilər, rahat yatın, Zəhra öldü. Sizə görə sizi narahat eləyirdi. Zəhranın nə ehtiyacı var başqa şeyə? Allahu Əkbər. İnsan o əzəmətli varlıq başqalarının hidayəti üçün, şərafəti üçün belə eləyib. Ona görə biz qiyamətdə deyəcəyik ki, anacan, sən doğrudan nələr eləmişdin? Qiyamətdə onun əzəmətini görəndə və Fatimiyyun, xanım Zəhranı sevənlərin onunla bərabər şərafətə çatdığını görəndə insan dəli olar. Peyğəmbər bu hədisdə buyurur ki, ey Zəhra, sənin əzəmətin ki, belə olacaq, o daxil olanda hər kəsə deyiləcək gözünüzü yerə dikin, çox əzəmətli, cəlallı gələcək məhşər günündə, məhşər vadiyəsinə. Orada deyəcəklər ki, hər kəs başını aşağı əysin. İnsanlar xanım Fatimə Zəhranın əzəmətini hiss eləyəcək. Allahu Əkbər. Və görəndə ki, bəzi iddia insanlar onun sayəsində məhşərdən, qiyamət səhnəsindən cənnətə gedəcəklər. Və Allahın da olsun hədisin bu yer mənim də çox xoşuma gəlir. Buyurur ki, onlar çox arzu eləyəcəklər ki, kaş biz də xanım Fatiməni tanıyaydıq, düşünəydik. Xanım Zəhra anamız bizi özü ilə aparmaq üçün cəhd eləyirmiş. Biz bəzən elə bilirik ki, insanların cəhənnəmə getməməsi üçün idi. O bəzi insanların cəhənnəmə getməməsi üçün idi. Amma bizlərin isə cənnətdə aşağı yerlərə yox, özü ilə bərabər aparsın deyə. Yəni xanım Fatimə Zəhradan əlavə cəmaət cənnətə gedəcək, niyə getmir ki? Fatimiyyundan başqaları da cənnətə gedəcək, amma Fatimə ilə gedənlər bir başqa olacaq.